Salam yoldaşlar, başqa bir sualla qarşınızdayıq. Bu dəfəki sualımız çevirmə düsturlarına aiddir. Gəlin baxalım suala. Bizə deyir tangens pi plus alfa vurulsun sinus 2'də 3 pi plus alfa bölünsün. Kosinus pi minus alfa vurulsun tangens 2'də 3 pi minus alfanı sadələşdirin. Yəni sadələşdirməmişdən öncə bir şey xatırlayaq ki, əgər biz deyirdik ki, nə yazırdıq? Pi, 2 pi, 3 pi, yəni tam idirsə, pi'nin qabağındakı əmsallar 1, 2, 3, 4 nöqtə olarsa, həmişə özü yox, kəsrdirsə əgər pi'nin qabağındakı ədəd, yəni deyək ki, pi böl 2, 2'də 3 pi, 2'də 5 pi, nöqtə, o zaman qonşusunu verirdi. Qonşu dediyimiz sinus, kosinusu, kosinus, sinusu, tangens, kotangesi, kotanges, tangesi. Düzdürmü? O zaman biz bu qaydaya əməl edəsək, bir də bura bizə nə çəkək? Çevrə çəkək, bizə lazım olacaq. 0, pi böl 2, pi, burada 2'də 3, pi, ən nəhayət sonunda bura 2 pi. Gəlin bir-bir baxan suallara. Baxın, arkadaşlar. Bizə deyir tangens pi plus alfa. Dedik pi'dirsə, yəni tamdırsa özün verməlidir. Deməli, tangens alfanı verməlidir. Tangens alfa. İşarəsinə baxıram amma. Tangens pi plus alfa. Plus da qabağa gedir, minus da geri gedir. Plus da gəldi qabağa, yəni 3-cü rübə. 3-cü rübədə tangensin işarəsi sinus kosinusa görə təyin edilir. Sinus kosinus hər ikisi mənfi olduğuna görə plus olur. Qaldı yerində. Vurulsun. Sinus 2'də 3 pi plus alfa. 2'də 3 isə, yəni kəsrdirsə qonşusunu verir. Qonşusu yəni kosinus alfanı verir. Kosinus alfa işarəsinə baxıram. 2'də 3 pi buradır. Plus alfa gəlir 4-cü rübə. Biz çevrildiyi ifadə yox, özünə baxırıq. Özü 2'də 3 pi plus alfa. Yəni 4-cü rübədə özü nədir? Mənfi. Deməli qabağına yazırıq, mənfi yazırıq. Gəlir aşağı. Kosinus pi minus alfa. Yenə təkrar pi'dir, yəni tamdır. O zaman özünü verir. Yəni olur nə? Kosinus alfa. İndi baxırıq minus alfa. Pi burada minus alfa gəldi bura. İkinci rübə. İkinci rübədə kosinus nədir? Mənfi. Yəni mənfi kosinus alfa vurulsun. Tangens 2'də 3 pi minus alfaya baxırıq indi bu zaman. Tangens 2'də 3 pi'dirsə, deməli nədir? 2'də 3 pi kəsrdir. Deməli qonşusunu verir. Yəni yazıram nə? Kotangens alfa. İşarəsinə baxıram. 2'də 3 pi buradır. Minus alfa qayıdır 3-cü rübə. 3-cü rübədə bayaq da dediyimiz kimi tangens də kotangens də müsbətdir. Son ifadəmiz budur. Kosinus, mənfi kosinus alfa ilə mənfi kosinus alfa ixtisar edir. Olur nə? Tangens alfanın kotangens alfaya nisbəti. Bunlar biri o birinin əksi olduğuna görə. Yəni mən kotangens alfanın yerinə tangens 1 böl tangens alfa yazsam, tangens alfa, bu da qalxacaq yuxarı. Nə olacaq yoldaşlar? Tangens kvadratı alfa. Bu qədər yoldaşlar sualımız. Əsas məqsəd burada çevrilmələrdəki sizə sadə bir yolun izahı idi. Sağ olun.